Salam millət, mənəm Sebastian. Bugün testosteron hormonunun qəbulu hansı nəticələri verdiyi haqqında danışmaq istəyirəm. Bu nəticələrdən bəziləri ömürlük, bəziləri isə hormonun qəbulu dayandırılsa əgər əvvəlki vəziyyətinə qayıdan dəyişikliklərdir. Söhbət insan anatomiyasından gedəcək və müəyyən orqanların adları çəkiləcək. Ona görə də xəbərdarlıq eləyirəm. Əgər siz bunları eşitməkdə özünüzü rahat hiss eləmirsinizsə, xahiş edirəm videodan çıxın və heç kəs peşman olmasın. Ümumiyyətcə bədən dəyişiklikləri 5-7 il ərzində tam olaraq tamamlanır və bir neçə faktordan asılıdır. Bədəndəki hormon reseptorlarının necə işləməsi, insanın yaşı və testosteron dozasının qədəri. Yeri gəlmişkən onu da demək istəyirəm ki, testosteron ümumiyyətcə bütün bədənə təsir eləyir və əgər tutalım ki, hər hansı bir dəyişiklikdən siz narahatsınız və onu istəmirsinizsə, o haqda heç nə eləmək olmur, çünki onu seçməmək olmur. Birinci dəyişiklik səs dəyişikliyidir, hansını ki, özünüz güman ki, hiss eləyirsiniz, eşidirsiniz. Səs telləri qalınlaşır, ona görə də səs qalınlaşır. Bu proses bir aydan 1 ilə qədər vaxt ala bilər və proses bitəndən sonra həmişəlikdir. Yəni, hormon qəbulu dayandırılsa, səs əvvəlki səs kimi olmur. İkinci, piy və əzələlər. Piylər bədəndə yer dəyişmə eləyir. Tipik qadın bədən formasında piy düz dərinin altında yığılır və ən çox ayaq, baldır və yan hissələrdə olur. Hormonlar isə bunu dəyişərək piyi ən çox qarın boşluğuna tərəf gətirir və orqanların ətrafında cəmləşdirir. Əzələ artımı yaşana bilər, yəni idman eləyəndə əzələ yığmaq daha asan ola bilər. Amma hər iki dəyişiklik həm piy haqqında, həm əzələ haqqında bunlar həmişəlik deyil. Üçüncü dəyişiklik tüklər. Tüklər. Hər yerdə tüklər. Bədəndə, üzdə, ümumiyyətcə hər yerdə tük artır. Dəyişikliklər hərədə fərqli vaxtda başlayır və ümumiyyətcə bir neçə il çəkir. Və hər şey genetikadan asılıdır əslində. Əgər sizin ailənizdə kişilər tüklüdürsə, bellərində tük çıxırsa məsələn, çox güman ki, sizdə də elə olacaq. Amma əgər elə deyilsə, rahat yata bilərsiniz. Bu arada bu dəyişiklik səs kimi həmişəlikdir. Dördüncü, saç. Testosteron təəssüf ki, saç tökülməsinə gətirib çıxara bilər. Amma bu da yenə də genetikadan asılıdır və əgər bu çox böyük problem yaradırsa, saç tökülməsinin qarşısını almaq üçün vasitələr var, onlardan istifadə eləmək olar. Amma normalda adətən kişilərə xas olan saç keçəlliyi olur. Buralar daha çox keçəl olur, saç biraz arxaya gedir. İndi özümə baxıram ki, görüm, hardadır mənim saçlarım. Əgər saç tökülməsi baş versə, bu dəyişiklik həmişəlikdir, amma yenə də onu düzəltmək olur. Məsələn, implant eləmək olur və ya müxtəlif dərmanlardan istifadə eləmək olur ki, saç artsın ya da tökülməsin. Beşinci, dəri. Hormon dərini dəyişdirib biraz qalın eləyir və daha yağlı eləyir. Bu arada dərinin qalınlaşması həm də hissiyatı biraz fərqli eləyir. Bunu da təzə-təzə hiss eləməyə başlamışam. Nəyəsə əl vuranda başqa cür hiss olunur, əvvəlki kimi deyil. Amma bu dəyişiklik həmişəlik deyil. Əgər hormon qəbulu dayandırılsa, bu da dəri əvvəlki vəziyyətinə gedib çıxır. Altıncı, hisslər və əhval. Bir şey başa düşmək lazımdır ki, hormon terapiyasından keçən insan ikinci yetkinlik dövrünü yaşayır. Və yetkinlik dövründə əhvalın dəyişilməsi normaldır deyə, hormon terapiyasından keçən insanda da belə dəyişikliklər olması tam normaldır. Yeddinci, çox adamı maraqlandıran aybaşı və libido. Bəli, testosteron aybaşını dayandırır və bu proses 1 aydan 6 aya qədər çəkə bilər. Yenə də dozadan asılıdır və 6 aya qədər dayanmasa, həkimlə məsləhətləşmək lazımdır ki, niyə dayanmır. Bundan əlavə libido artır və seks ehtiyacları daha çox hiss olunmağa başlayır. Bu arada çox vacib bir məqam. Testosteron qoruyucu deyil. Yəni ki, əgər aybaşı yoxdursa, o demək deyil ki, adam hamilə ola bilməz. Sadəcə, embrion üçün testosteron çox təhlükəlidir və əgər adam hamilədirsə və testosteron qəbul eləyirsə, mütləq onu dayandırmalıdır və hər şey həkim nəzarəti altında keçməlidir. Və bu dəyişiklik həmişəlik deyil, yəni hormon dayansa, yenidən aybaşı başlayır və libido azalır.
8-ci və sonuncu, daha çox adamın maraqlandığı cinsiyyət orqanı. Testosteron ümumiyyətcə cinsiyyət orqanlarının dəyişməsinə çox səbəb olur. Nəticədə klitor... Ayda. Azərbaycanca çox qəribədir bunu demək. Çox qəribədir bu haqda danışmaq. Nəticədə klitor böyüyə bilir və ortalama 1-3 sm arası olur. Adətən maksimum hardasa 5 sm-ə çata bilir. Mən bunu ciddi sifətlə dedim. Bunu testosterondan əlavə olaraq başqa metodlarla, başqa üsullarla da eləmək mümkündür. Cinsiyyət əməliyyatlarından biri bu böyüməni istifadə eləyir və cinsiyyət əməliyyatlarının bir neçə növü var və onlardan birinin istifadə elədiyi bir şeydir bu. Yəni, bu böyümədən istifadə eləyib penis düzəldə bilirlər. Amma əvvəlki videolarda dediyim kimi, hər insan bu əməliyyatlara ehtiyac duymur. Əgər adam öz orqanları ilə rahatdırsa, nəyinsə dəyişilməsinə ehtiyac olmur. Yəni, kişilik onunla ölçülmür. Və bu dəyişiklik də əlbəttə ki, həmişəlikdir. Əgər böyüyürsə, deməli böyüyür. Təzədən balacalaşmır. Bugünə deyəcəklərim bu qədər. Əgər videonu bəyəndinizsə, like eləməyi unutmayın. Abunə olmamısınızsa kanalıma abunə olun. Paylaşın Facebookda, Twitterdə, nə bilim, Instagramda. Fikrinizi bildirin aşağıda kommentlərdə. Hamınızı çox sevirəm. Gələn həftə görüşənədək. Hələlik.